Salam əziz müəllimlər, mən Səbinə Yusubova. Bu gün sizlərə 5-ci sinifin 10-cu mövzusu olan oduncaq materiallarının mişarlanması və təmizlənməsi mövzusunun izahını verəcəyəm. Mişarlama nədir? Mişarlama yeri nəzərə alınmaqla oduncağın hissələrə kəsilməsi prosesidir. Mişarlama nə oldu? Oduncağın hissələrə kəsilməsi prosesi. Bəs mişarlama yeri nədir? Kəsmə zamanı mişarın yaratdığı yarıqdır. Daha sonra texnologiya dərslərində məktəb emalatxanasında xarrat mişarlarından istifadə olunur. Amma mişarların növlərinə baxaq. Məsələn, bıçqılar, yaylı mişarlar və diskli elektrik mişarı kimi növləri vardır mişarların. Xarrat mişarının hissələrinə nəzər salaq. Zolaq, dişlər və dəstək. Daha sonra xarrat mişarının əsas hissəsi kənarında kəsici liflər çərtilmiş zolaqdır. Bir də dişlərin forması burada verilib. Eninə mişarlama üçün. Liflərin eninə və uzununa mişarlanması üçün və uzununa mişarlama üçün buradakı dərəcələri də yadımızda saxlamağımız mütləqdir. Daha sonra müxtəlif bucaqlar altında pəstahın liflərinin eninə dəqiq mişarlanması üçün mişarlama qutusundan istifadə edilir. Mişarlama qutusu 30 dərəcə, 40, 45, 60 və 90 dərəcə bucaq altında mişarlama üçün belə də istifadə olunur və 2 tircikdən bir təməldən ibarətdir. Demək, işin rahatlığı üçün mişarlama qutusunu versakın sıxasında bərkitmək olar. Daha sonra mişarlama qutusunda mişarlama zamanı pəstahı sol əlin baş barmağı ilə tirciyin yan tərəfinə sıxırlar ki, pəstahdakı nişanlama xətti mişarlama yerinin qarşısına düşsün. Demək, pəstahı nə ilə sıxırlar? Sol əlin baş barmağı ilə. Bunu yadımızda saxlayırıq. Daha sonra oduncağın təmizlənməsi üçün bizə nə lazımdır? Törpü, yeyə, suvant, cilalayıcı sumbata kağızı lazımdır. Törpü nədir? İri kərtikləri olan tablandırılmış metal tircikdir. Müxtəlif əyri xətli səthləri, çıxıntıları emal etmək üçün, emal payını çıxarmaq lazım olanda törpü ilə kobud təmizləmədən istifadə olunur. Təmizləmə işi yerinə yetirilir. İlk olaraq baxaq, tablandırma nədir? Daha sonra törpünün izahına keçərik. Ətraflı şəkildə tablandırma termik emalın bir növü olub poladı böhran temperaturunda, yəni 30-50 dərəcədən yuxarı temperaturda qızdırıb həmin temperaturda saxlamaq və sürətlə soyutmaqdan ibarətdir. Burada məqsəd poladın bərkliyi və möhkəmliyini artırmaqdır. Nə edirdik? Poladı 30-50 dərəcədən yuxarı qızdırırdıq, həmin temperaturda saxlayırdıq və sürətlə soyudurduq. Tablandırmada. Məqsədimiz də bərkliyi, möhkəmliyi artırmaqdır. İndi törpüdə bizim açar sözlərimiz nə olacaq? İri kərtiklər və bir də kobud təmizləmə olacaq bizim yadımızda saxlamalı olduğumuz açar sözlərimiz. Y nədir? Müxtəlif hündürlükdə kərtikləri olan tablandırılmış metal tircikdir. Y-dən bərk oduncağın emalı və məmulatın təmizlənmə emalı üçün istifadə olunur. Artıq Y-də bizim açar sözümüz olur. Müxtəlif hündürlükdə və bir də ki, bərk oduncaq sözü bizim açar sözümüz olur. Suvant nədir? Xırda kərtikləri olan tablandırılmış metal tircikdir. Suvanlardan əyri xətli səthlərin emalıda və məmulatın təmizlənməsində istifadə olunur. Suvant isə xırda kərtiklərlə yadımızda qalacaq. Daha sonra burada Y-nin əsas hissələri verilib, ona nəzər salaq. Dəstək, üzük, daban, tircik, kərtik, uc hissə demək Y-nin əsas hissələridir. Daha sonra burada sumbata kağızının olduğundan bəhs edilir. Sumbata kağızı şüşəni, metalı, taxtanı, daşı cilalamaq, parıldatmaq, hamarlamaq üçün istifadə olunan lay şəklində mineral ovuntusu yapışdırılmış kağız və yaxud da parçadır. Demək, iri dənəcikli sumbata kağızı oduncaqdan daha qalın təbəqə çıxarır. Kiçik dənəcikli sumbata kağızı isə ağartma emalında və partaqlamada istifadə olunur. Təhlükəsiz iş qaydalarına nəzər salaq. Nasaz və küt bıçaqla işləməyin. Sol əlinizi mişarlama yerinə yaxın tutmayın. Versak üzərində bıçqının dişləri sizdən kənarda olmaqla qoymaq lazımdır. Mişarlamanı müvəqqəti olaraq dayandırdıqda bıçqını mişarlama yerində saxlamayın. Yonqarı üfürməyin, iş yerindəki yonqarı fırça ilə təmizləyin. Bu qədər müəllimlər, hər birinizə uğurlar.